10 ildən sonra hansı bacarıqlar qiymətli olacaq? Əgər fikir vermisinizsə, Azərbaycan özündə də son dövrlərdə həddindən çox IT akademiyalar yaradılır. Bu ondan xəbər verir ki, gələcək yalnız kompüter bilən insanlarındır. 10 il biraz daha yaxın müddət oldu, amma mən düşünürəm ki, 20-30 ildən, 50 ildən sonra kompüteri yaxşı, peşəkar səviyyədə bilənlər, kod yaza bilənlər, kodlamanı bilənlər, kompüteri düzgün istifadə etməyi bilənlər, internetdə elektron kommersiya layihələrindən istifadə edə bilən insanlar ən varlı insanlar olacaq. İkinci bir məsələ, ümumiyyətlə dünyadakı son 10 ildə top 10 gəlirləri olan şirkətlərə baxsaq, görərik ki, abunəlik sistemi yaradan şirkətlər, bura aiddir YouTube, bura aiddir Netflix, bura aiddir deyək ki, digər hər hansı şirkətlər, bu şirkətlərin gəlirləri kolossal şəkildə artmaqdadır. Ona görə gənclərə tövsiyə edirəm ki, elə bir xidmət sferasından daxil olsunlar ki, elə bir xidmət təklif eləsinlər ki, minimal da olsa, deyək ki, aylıq 1 manat xidmət haqqı yığın və hər ay piramida kimi öz istifadəçi sayınızı artıra-artıra gedin. Bu sizin aylıq gəlirlərinizin artmasına gətirib çıxardacaq. Gələcək məhz oradadır.